Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyisiz, çalışırsınız. Mənim əzizlərim, bir partiya yox idim, üzrlü sayın səhhətimlə bağlı. İndi inşallah ki, sizin qarşınızdayam. Nə suallarınız var, verin. 24 saat nömrəmiz açıqdır, WhatsApp nömrəmiz. Yazın. Konsultasiya, diaqnoz tamamilə pulsuzdur. Köməkli eləyək, yönəldək, lazım olsa sizinlə işləyək. Tamam mı? Mənim əzizlərim, bir şey sizin nəzərinizə çatdırmaq istəyirəm ki, görsəniz ki, bəzən belə bir şeylər var. Həkimlərin səhlənkarlığı olur o şeylərdə. Görürsünüz ki, günü-gündən pisləşirsiniz. Apetit, yəni iştah 0 dərəcədə. Yemək istəmirsiniz. Və yaxud yemək istəmirsiniz, ancaq yemək vaxtı yeyə bilirsiniz. Baş gicəllənməsi. Sümüklər elə bil ki, ağrıyır. Çiyin ağrıları, kürək ağrıları. Gücsüzlük, ayaqlarda, əldə gücsüzlük, əzələ dartmaları, yorğunçuluq, əzələlərin ağrıması, durursunuz, ayaqlar əsir, başınız gicəllənir, sanki ayağınızdan yer qaçır. Bu kimi hallar baş verəndə özünüzü itirməyin, qorxmayın. Yəni, hər şeydə nevrozun boyuna atmayın. Nevrozun yaranma səbəbləri var. Ya sizin məişət problemlərindən irəli gəlir, sosial və yaxud uşaqlıq dövrünüzdən qalan travmalardır və s. Anlatabildim mi? Və yaxud indiki hansı bir negativ olaylardan yaranan bir prosesdir. Ola da bilər ki, ən əsas B12, magnezium, ən əsas da vitamin D. Bu dəqiqə əksər insanlarda, mən deyərdim ki, 99% insanlarda vitamin D çatışmamazlığı var. Qeyri-sabit hava şəraitindən irəli gələn bir şeydir. Qidalanmadan asılı olan bir şeydir və yaxud kimdəsə patoloji bir nasazlıq varsa, bilirsiniz ki, vitamin D-ni böyrəklər istehsal edir, gücü çatmır və vitamin D əskiliyi baş verir. Bu vegetativ sistemi pozur. Anlatabildim mi? Yəni, vegetativ sistem aktivləşir. Bunlar paralel olaraq, yəni toqquşma baş verir. Həm vegetativ sistemin simptomları, həm də sizin bu vitaminlərin çatışmamazlığının simptomları. Bunlar toqquşurlar, siz onu aydınlaşdıra bilmirsiniz. Sizə elə gəlir ki, əldə tərləmə baş verə bilər, nə bilim, bəzi fikirlər gələ bilər, nə bilim, ürək bulanmalar, həmişəki kimi, məsələn, nevrozlarda olan simptomlar sizdə də olar və sizi aldadar. Elə bilərsiniz ki, bu nevrozdandır sırf bu ağrılar, bu hətta elə bir hal baş verə bilir ki, elə bil ki, sondur, daha sən ölürsən, səndə ən ağır xəstəliklərdən biri var. Heç halın olmur ki, həkimə qədər çatasan, yəni gedim özümü yoxlatdırım, yəni o hayda olmursan, yəni o dərəcədə ancaq uzanmaq istəyirsən. Uzananda sanki bir balaca rahatlıq tapırsan, hərəkət elədikcə aktivləşir və özünü çox pis hiss eləyirsən. Bax, bu şeylər sizə aldadmasın, siz düşünməyin ki, bu sırf nevrozla bağlıdır. Nevroz simptomla bu şeylərin, vitaminlərin çatışmamazlığın yanaşı olur. Anlatabildim mi? İki simptomlar toqqaşma baş verir. Ən çox nə üstəliyir? Adicə qrip olursunuz, ha. Sonra hiss edirsiniz, nevroz tez yuyulmamış qaşıq kimi özünü atır ortalığa. Çünki qoruma mexanizmi çox güclüdür nevrozlarda. Heç bir insanlarda belə olmur. Çox həssasdır deyə. Dərhal hər bir şeyi istəyir ki, blokadaya salsın və qorusun. Sənə heç nə olmasın deyə. Anlatabildim mi? Siz sadəcə onu başa düşmürsünüz. Siz deyirsiniz ki, bundan mundar xəstəlik yoxdur. Bu çox ağır xəstəlikdir və s. Onu başa düşmək lazımdır və biz
təbii ki, seanslarla sizi rahatlaşdırırıq. Siz artıq başa düşürsünüz ki, sizdə nələr baş verib, nəyə görə baş verib. Anlatabildim mi? Ona görə də tələsməyin. Yəni, nevrozdur deyəsin, dərhal mən götürüm antidepressantları zadı zıplayım və yaxud həkimin yanına gedirsiniz. Sözsüz ki, orada vegetativ sistemin simptomları mövcuddur deyə çaşbaş qalırlar həkimlər və başlayırlar antidepressantlarla yükləyib sizi biraz da zəiflətməyə. Bu şeyləri ən birinci B12, B6, maqnezium, bir də ən əsas vitamin D-ni mütləq yoxlatmaq lazımdır. Tamam mı? Mənim əzizlərim. Çünki onlar aşağı olanda mütləqdir ki, vegetativ sistem aktivləşir. Tamam mı? Özünüzə yaxşı baxın, nə suallarınız varsa 24 saat WhatsApp nömrəmiz açıqdır. WhatsApp nömrəm mənim profilimdə var. Girin, baxın, yazın. Böyük məmnuniyyətlə sizin suallarınıza cavab verməyə hazıram. Sağ olun, sağlıqla qalın.